Salam, bugün mən sizə coğrafiya test toplusu, müəllimlərin işə qəbulu sertifikasiya, abituriyent olimpiyadaya hazırlıq üzrə Elvin Sultanovun 2-ci nəşr 2023-2024-cü il test toplusu səhifə 91-dən başlayaraq bir neçə testlərin izahını verəcəyim. Digər testlərin izahını YouTube kanalıma yükləmişəm. Kanalıma abunə olub həmin məsələlərin izahına baxa bilərsiniz. Məsələ 113-ə baxaq. 113-dən şərhinə baxaq. Bakı şəhərinin yerləşdiyi coğrafi uzunluq 2-ci saat qurşağının ilk meridianından 20 dərəcə şərqdə yerləşərsə. Təsəvvür edək ki, Bakı şəhəri 50 dərəcə şərq uzunluğunda yerləşirsə, deyək ki, 2-ci saat qurşağının ilk meridianından 20 dərəcə şərqə doğru hərəkət edirik. Əgər 2-ci saat qurşağının ilk meridianı 30 dərəcə şərq uzunluğu olarsa, deməli, Bakı şəhərdə 50 dərəcə şərq uzunluğunda yerləşirsə, onlar arasında dərəcə fərqi 20 dərəcə edir və ilk meridianı, 2-ci saat qurşağının ilk meridianı 30 dərəcə şərq uzunluğuna düşər. Fikir versək, burada dərəcələr 20 dərəcədir. 20 dərəcədən bir keçirilir hər qurşaq. Biz bilirik ki, yer kürəsi öz ox ətrafında tam dövrəni 24 saat ərzində 360 dərəcəyə dönür və 1 saat ərzində 15 dərəcəyə dönür. Yəni, qurşaq vaxtlarına fikir versək, 24 saat qurşağı varsa, yəni adi halda 24 saat qurşağı varsa, bir qurşağın yəni yer kürəsi öz ox ətrafında 1 saat 15 dərəcə dönər. Yəni, baxın fikir versək, 1-ci saat qurşağının sərhədlərinə baxaq. 7,5 dərəcə şərq uzunluğu, 22,5 dərəcə şərq uzunluğu və 15 dərəcə, yəni orta meridianı 15 dərəcədir və bir qurşağımız, yəni 1 saat qurşağımız yer kürəsi öz ox ətrafında, yəni 15 dərəcəyə dönür. 2-ci saat qurşağına fikir versək, sərhədlərimiz 37,5 dərəcə, 22,5 dərəcə. Demək ki, 15 dərəcə. Bütün saat qurşaqları 15 dərəcə, yəni 1 saat ərzində 15 dərəcə yer kürəsi öz ox ətrafında dönər. 360 dərəcəni 24-də böləndə 15 edir, yəni saata böləndə. 1 saat 15 dərəcə dönürsə 360-da x buradan tapırıq və yaxud da 360 dərəcədə 24 saat edirsə 1 saatda x buradan tapırıq 15 dərəcəni. Yəni, bax bu cür tapırıq. İndi isə deyir ki, 2-ci saat qurşağının, baxın burada 2-ci saat qurşağının ilk meridianı 22,5 dərəcəyə düşər. Lakin bizə deyir ki, Bakı 2-ci saat qurşağının ilk meridianından 20 dərəcə şərqdə yerləşərsə, deməli, ilk meridianı 30 dərəcə şərq uzunluğuna düşür. Yəni, Bakı ilə həmin demək, ilk meridian arasında dərəcə fərqi 20 dərəcədir. 20 dərəcədirsə, əgər, yəni yer kürəsi öz ox ətrafında tam dövrəni, yəni 1 saatda 20 dərəcəyə dönürsə, 360 dərəcə x. Buradan tapırıq 18 saat. Deməli, bizim saat qurşaqlarımız 18, sayı 18 olar. Yəni, demək, ümumi 360 dərəcəyə dönürsə, yəni saat qurşaqlarımız 18 olar. Əgər 18 olarsa saat qurşaqlarımız və bizə qeyd edir ki, birinci məsələnin şərtini oxu. Bakı şəhərinin yerləşdiyi coğrafi uzunluq 2-ci saat qurşağının ilk meridianında 20 dərəcə şərqdə yerləşərsə, bu zaman Bakı şəhərinin yerləşdiyi paralel ilə 60 dərəcəlik paralel arasında yerin öz ox ətrafında fırlanma sürətləri arasındakı fərqi. Əvvəlcə bunu tapaq. Bakı yerləşir 40 dərəcə şimal enliyində və digər paralel 60 dərəcəlik şimal enliyində. Və qeyd edir ki, paraleldə 1 dərəcəlik qövsün uzunluğu 40 dərəcəlik paraleldə 85,4 kilometrdirsə, 60 dərəcəlik paraleldə 55,8 kilometrdirsə, biz əvvəlcə tapırıq buradan saat, demək, məsafəni tapırıq
Yəni ümumi 360 dərəcəyə dönürsə, 1 dərəcəyə dönəndə 1 dərəcəlik qövsün uzunluğu 85,4 kilometrdirsə, 360 dərəcə x buradan tapırıq 30.744 kilometr. Sürəti tapmaq istəyiriksə, məsafəni saata bölürük. Buradan rəqəmləri yerinə qoyub tapırıq 1708 km/saat. Çünki demək 18 saatı burada tapmış olduq. Saat qurşaqlarımız sayı 18 olmuşdur. Burada isə 1 dərəcəlik qövsün uzunluğu 55,8 km-dirsə, 360 dərəcə x buradan tapırıq 20.088 km. Burada da yenə də sürət düsturunda rəqəmləri yerinə qoyub tapırıq 1116 km/saat. Bunların fərqi, baxın 1708 km/saatdan çıxırıq 1116 km/saata tapdıq 592 km/saatı tapmış olduq. Və əgər biz dəqiqəni tapmaq istəyiriksə, çünki bizdən dəqiqəni soruşur, qeyd edir ki, ətrafında fırlanma sürətləri arasındakı fərqi tapdıq. Bakı şəhəri ilə London şəhəri arasındakı yerli vaxt fərqi. Bakı yerləşdi 50 dərəcə şərq uzunluğu, London şəhəri yerləşdi demək 0-cı meridianda və aralarında dərəcə fərqi 50 dərəcədir. Və 50 dərəcədirsə, biz indi dəqiqəni tapmaq istəyirik. 1 saata öz oxu ətrafında 20 dərəcə dönürsə, 1 dərəcə x. Buradan tapırıq 0,5 saat. 0,5 saatı da çeviririk dəqiqəyə. 1 saatda yer öz oxu ətrafında 60 dəqiqə dönürsə, 0,5 saat x. Buradan tapırıq 3 dəqiqə. Yəni 1 dərəcə dönməsi üçün bizə 3 dəqiqə vaxt lazımdır. Buradan da 50 dərəcə x tapırıq 150 dəqiqəni tapmış oluruq. Deməli, onlar arasında demək Bakı şəhəri ilə London şəhəri arasında yerli vaxt fərqi 150 dəqiqə. Sürət demək fırlanma sürətləri arasındakı fərq 592 km/saat və saat qurşaqları deyir, neçə saat qurşağı olduğunu müəyyən edin. 18 saat qurşağı vardır. Məsələ 114-ün məsələnin həllini digər video dərslərdə vermişəm. Yəni məsələnin həllinə baxa bilərsiniz. 3 dərəcə qərb uzunluğunda yerli vaxtla saat 19:20, tarix 17 iyuldur. Bu zaman 66 dərəcə şərq uzunluğunda tarix və saat aşağıdakı variantlardan hansında doğru verilmişdir? Burada bu məsələdə cavablarda müxtəlif cavablar verilmişdir. Yəni eyni məsələni demək müxtəlif cavablar verilmişdir. Burada müxtəlifdir, lakin məsələnin həlli eyni qaydadadır. Bir məntəqəmiz yerləşir 3 dərəcə qərb uzunluğunda, digər məntəqəmiz yerləşir 66 dərəcə şərq uzunluğunda. 3 dərəcə qərb uzunluğunda saat 19:20-dir, 17 iyuldur və fikir versək qərb yarımkürəsində yerləşir, digər məntəqəmiz şərq yarımkürəsində yerləşir və onlar arasında dərəcə fərqi 69 dərəcədir. 69 dərəcədirsə, 1 saata öz oxu ətrafında yer kürəsi 15 dərəcə dönürsə, 69 dərəcə x. Buradan 69-u 15-ə bölüb tapırıq 4. Fikir versək məxrəcdə, yəni qalıqda 9 edir. Yəni 9 dərəcəni də yenə də dəqiqəyə çeviririk. Burada 1 dərəcə dönməsi üçün 4 dəqiqə vaxt lazımdırsa, 9 dərəcə x. 36 dəqiqə, yəni 4 saat 36 dəqiqəyə dönər. Əgər 3 dərəcə qərb uzunluğunda saat 19:20-dirsə, üzərinə gəlirik 4 saat 36 dəqiqəni, tapırıq saatı. Saat olar 23:56 27 iyul. Yəni tarix olduğu kimi qalır. Lakin 114 nömrəli məsələnin həllində cavab fərqli verilmişdi burada. Fikir versək, baxın burada 76 nömrəli məsələdə, yəni məsələnin şərti eynidir. İndi cavablara baxaq. 76 nömrəli məsələyə baxaq. Baxın burada 76 nömrəli məsələdə doğru cavab B variantında burada verilmişdir. B variantında verilmişdir. 114 nömrəli məsələyə baxaq.
114 nömrəli məsələdə doğru cavab D variantında verilmişdir. Yəni fərqli cavab verilmişdir. D variantında burada 18 iyul saat 00:20 dəqiqəni göstərir. Digər məsələmizin şərtini oxuyaq. Qütb gündüzləri günü 88 dərəcə şimal enliyi, 130 dərəcə şərq uzunluğunda yerləşən məntəqədə günorta vaxtda günəş şüalarının düşmə bucağı 7 dərəcə olarsa, bu zaman 88 dərəcə şimal enliyi, 50 dərəcə qərb uzunluğunda yerləşən məntəqə günəş şüalarının düşmə bucağını hesablayın. Baxın, əgər biz dərəcələrə fikir versək, yəni coğrafi uzunluqlara fikir versək, 130 dərəcə şərq uzunluğu bir məntəqəmiz yerləşir, digər məntəqəmiz yerləşir 50 dərəcə qərb uzunluğu. Yəni aralarındakı dərəcə fərqi 180 dərəcədir. Biri şərq yarımkürəsində yerləşir, digəri isə qərb yarımkürəsində yerləşir və 88 dərəcə şimal enliyində yerləşir. Əgər qütb gündüzləri deyirsə, biz bilirik ki, qütb gündüzləri o vaxt mümkündürsə ki, yəni yer kürəsi artıq şimal yarımkürəsinə tərəf keçmişdir. Yəni günəş şimala doğru hərəkət edir ki, yəni şimal enliklərinə doğru hərəkət edir ki, qütb gündüzləri şimal yarımkürəsində qütb gündüzləri müşahidə olunur. Yəni 66,5 dərəcə şimal qütb dairəsindən şimalda qalan ərazilərdə qütb gündüzləri müşahidə olunur. Yəni günəş şüalarının düşmə bucağı yəni şimala doğru daha böyük bucaq altına düşür ki, qütb gündüzləri baş verir. Və əgər günəşin zenitdə olduğu enliyi tapmaq istəyiriksə, əvvəlcə biz düsturumuz var idi. Biz günəşin zenitdə olduğu enliyi tapmaq istəyiriksə, baxın bu düsturdan istifadə etməliyik. Buradakı rəqəmlərə baxaq. Demək, günəşin zenitdə olduğu coğrafi enlik, yəni günəş hansı enlikdə zenitdədir, burada qeyd olunmuşdur. Və burada bucaq, günəş şüalarının düşmə bucağı və bir də baxın verilən məntəqənin coğrafi enliyi qiyməti 0 ilə 90 dərəcə arasında dəyişir. Düsturumuz bu cürdür. Yəni indi biz bu düsturdan istifadə etməliyik. Rəqəmləri yerinə qoyub buradan tapırıq. Demək ki, enliyimiz 88 dərəcə şimal enliyi çıxılsın. 90 dərəcə çıxılsın bucaq. Bucağımızı 7 dərəcə burada qeyd etmişəm. 7 dərəcə. Yəni günəş şüalarının düşmə bucağı 7 dərəcə və 88 dərəcə şimal enliyi, yəni çıxırıq 83-ü, buradan tapırıq 5 dərəcə şimal enliyi. Fikir versək, baxın aldığımız rəqəm müsbət rəqəm olduğu üçün buradan şimal enliyi olduğu kimi qalır. Yəni 5 dərəcə şimal enliyi. Digər məntəqəmizin bucağını tapmaq istəyiriksə, bucaq bərabərdir. Bucaq düsturumuz burada verilmişdir. Baxın bu düsturdan istifadə etməliyik. Maksimum düşmə bucağından biz istifadə etməliyik. Çünki günəş demək qütb gündüzləri qeyd edir. Deməli maksimum düşmə bucağından istifadə etməliyik. Buradan üstə gəlirik. 88 dərəcənin üstünə 5 dərəcəni gəlirik. Günəşin zenitdə olduğu enlik məntəqəmiz yerləşir 88 dərəcə şimal enliyində. Toplayanda demək 90 dərəcədən çıxırıq 93 dərəcəni, tapırıq 3 dərəcəni. Deməli həmən məntəqəyə günəş şüalarının düşmə bucağı 3 dərəcə olar. Məsələ 116-ya baxaq. 116-ya baxaq. 8-ci saat qurşağında yerləşən Çinin Şanxay şəhərində olan bir qrup turist 2021-ci ildə burada olmuşdu ki, səfər sonrasında qrupun təyyarəsi 01:01 2021-ci il saat 02:30-da qalxaraq 16-cı saat qurşağında yerləşən Amerika Birləşmiş Ştatlarının San Fransisko şəhərinə 11 saatlıq uçuşdan sonra enmişdir. Buna əsasən təyyarənin endiyi anda San Fransiskoda olan tarix və saat aşağıdakı variantlardan hansında doğru göstərilmişdir. 16-cı saat, 6-cı, daha doğrusu 8-ci saat qurşağı. 8-ci saat qurşağı əgər tapmaq istəyiriksə, deməli 8-ci saat qurşağına fikir versək, 120 dərəcə şərq uzunluğuna düşər.
Sərhədlərinə baxaq. 127 dərəcə şərq uzunluğu, 127,5 dərəcə şərq uzunluğu, 112,5 dərəcə şərq uzunluğu arasında yerləşər. 8-ci saat qurşağının sərhədləri. Və 1 saata 15 dərəcə dönürsə, uzaq ətrafında yer, kürəsi 8 saat x. Buradan tapırıq 120 dərəcə şərq uzunluğu. Məntəqəmizin biri yerləşdi 120 dərəcə şərq uzunluğu. Yəni Çinin Şanxay şəhəri. Saat 02:30 saat 02:30-dur və ayın tarixi burada qeyd olunmuşdur. Digər məntəqəmiz isə yerləşir 16-cı saat qurşağında. 16-cı saat qurşağında yenə olduğu kimi tapırıq. Burada 240 dərəcə, 360 dərəcədən 240 dərəcəni çıxırıq, tapırıq 120 dərəcə qərb uzunluğu. Deməli, San Fransisko şəhəri yerləşdi, 120 dərəcə qərb uzunluğunda yerləşdi. Aralarında dərəcə fərqi 240 dərəcə oldu. 240 dərəcədirsə, yenə də baxın biz buradan saatı tapırıq. Saat fərqi olur 16 saat. Deməli, iki məntəqə arasındakı saat fərqi 16 saatdırsa, Şanxay şəhərində saat demək 2:30-dursa və təyyarə 11 saatlıq uçuşdan sonra 11 saatı biz çıxmalıyıq. Saat fərqimiz 16 saatdır. Çıxırıq 11 saatı, tapırıq 5 saat. 5 saat demək və müxtəlif yarımkürələrdə yerləşdikləri üçün 24-dən demək 5-i çıxırıq, tapırıq 19:00 və 19:00-ın üzərinə gəlirik. Çindəki olan saatı, yəni Şanxay şəhərindəki saatın üzərinə gəlirik. Tapırıq San Fransisko şəhərindəki saatı 21:30-u tapmış oluruq və ayın tarixi demək hələ bir il qabaq, yəni ayın 31-i 12-ci ay, dekabrın 31-i 2020-ci il. Şanxay şəhərində əgər ayın tarixi yanvarın 1-i 2021-ci ildirsə, hələ Fransisko şəhərində ayın tarixi 31-i 12-ci ay 2020-ci il olar. Məsələ 117-yə baxaq. 40 dərəcəlik paralel üzrə yerin öz ox ətrafında fırlanma sürəti 50 dərəcəlik paralel üzrə fırlanma sürətindən neçə metr saniyə çoxdur? Baxın, fikir versək, burada metr saniyə verir. Yəni, məsələlərin çoxunda kilometr saatdırsa, burada metr saniyə verir və nəzərə alın ki, 50 dərəcəlik paraleldə 1 dərəcəlik qövsün uzunluğu 71,7 kilometrdir. Əgər 1 dərəcəlik qövsün uzunluğu demək 40 dərəcəlik paraleldə 85,4 kilometrdirsə, 360 dərəcə x buradan tapırıq 30.744 kilometr. Bayaqki qaydada sürət bərabərdir. Yolun məsafəni saata bölürük. Buradan tapırıq 1281 kilometr saat. Sonra digər məntəqəmiz demək 50 dərəcəlik paraleldə 1 dərəcəlik qövsün uzunluğu 71,7 kilometr, 360 dərəcə 25.812 kilometr. Buradan da tapırıq demək saatı kilometri metrə çeviririk. Əgər baxın metrə çevirəndə, baxın buradakı düsturda sürəti tapırıq. Buradakı düsturda metrə çeviririk. Metrə çevirəndən sonra sürəti tapırıq. Birinci 30.744 kilometri metrə çeviririk. Baxın, tənasib formasında etmişəm ki, daha aydın olsun. 1 kilometrimiz 1000 metrdirsə, 30.744 kilometrimiz x buradan tapırıq. Demək, 30.744.000 metr. Və 1 saatda 60 dəqiqə edirsə, 24 saat x buradan tapırıq 1440 dəqiqə. Dəqiqəni də tapmış olduq. Və buradan saniyəni də tapırıq. 1 dəqiqəmiz 60 saniyədirsə, 1440 dəqiqə x buradan tapırıq 86.400 saniyə. Və düsturda, sürət düsturunda yerinə qoyanda sürət bərabərdir 30.744.000 metr bölünsün saniyə, 86.400 saniyə. Çünki bizdən metr saniyəni istəyir.
355,8 metr saniyə. İndi baxaq digər paralelə. 1 kilometrdə 1000 metr, 25.812 kilometr. X buradan tapırıq 25.812.000 metr. Və yenə də sürət düsturunda rəqəmləri yerinə qoyuruq. 25.812.000 metri bölürük 86.400 saniyə. Buradan da tapırıq 298,75 metr saniyə. Və bunların fərqinə baxırıq. 355,8 metr saniyə çıxılsın. 298,75 metr saniyə bərabərdir. Təqribi bizə verir 57,1 metr saniyəni bizə verir. Və məsələ 118-ə baxaq. Sxemdə göstərilən paralel üzərində gündüzün uzunluğunun gecənin uzunluğundan 4 saat çox olduğu tarixdə. El məntəqəsində günəşin çıxdığı anda K-nın yerli vaxtını hesablayın. Bizə deyir ki, gündüzün uzunluğu gecənin uzunluğundan 4 saat çoxdur. 4 saat çoxdursa, baxın, tənlik formasında həll etdim. Gecənin uzunluğu və gündüzün uzunluğu 4 saat çoxdursa 24 saat, ümumi saatımız 24 saat. Buradan tənlik formasında həll etdim, tapdım x 10. Baxın, gecənin uzunluğu oldu 10 saat. Gündüzün uzunluğu isə 14 saat. Gündüzün uzunluğu 14 saat. Gündüzün uzunluğu 14 saatdırsa, məntəqələr K məntəqəsi yerləşir 25 dərəcə qərb uzunluğu, el məntəqəsi yerləşir 20 dərəcə qərb uzunluğu. İkisi də qərb uzunluğunda yerləşdiyi üçün dərəcə fərqi bizə 5 dərəcəni verir. 5 dərəcəni də dəqiqəyə çevirəndə 1 dərəcəmiz 4 dəqiqə, 5 dərəcə x buradan tapırıq 20 dəqiqə. Yəni aralarında dərəcə fərqi 20 dəqiqə edər. 20 dəqiqə edirsə, deməli biz 14 saatın, baxın, qeyd etdik ki, 14 saat gündüzün uzunluğudur, düzdür? Gündüzün uzunluğunu biz 2-yə bölürük. Yəni 14 saatı bölürük 2-yə. Tapırıq 7 saat. Əvvəlcə nə edirik? Biz səhəri tapmaq istəyiriksə, 12:00-dan çıxırıq 7 saatı. 12:00-ın üzərinə gəlirik 7 saata. Səhərin saatı 5:00 və axşam olur 19:00 və günəşin batdığı vaxt. Qeyd edir ki, el məntəqəsində günəşin çıxdığı anda K-nın yerli vaxtı. Günəşin çıxdığı vaxtı tapdıq. Baxın, səhər vaxtı, günəşin çıxdığı vaxtı tapdıq 5:00. Yəni günəş 5:00-da çıxır. Həmən vaxtı yerli vaxtı istəyir, K-nın yerli vaxtı istəyir. K yerləşir 25 dərəcə qərb uzunluğu. El yerləşir 20 dərəcə qərb uzunluğu. Aralarında dərəcə fərqi 5 dərəcədir. 5 dərəcəni də çevirdik dəqiqəyə 20 dəqiqə. Çıxırıq 20 dəqiqəni, tapırıq 4 saat 60, 4 saat tapırıq 4:60. Yəni buradan 5:00 çeviririk, yəni 1 saat bu tərəfə gəlirik. 4:60 çıxırıq 00:20-ni tapırıq 4:40. Deməli K məntəqəsində yerli vaxt 4:40 olar.